İştah problemi olan insanlar hökmən yedikləri qida məhsullarının növlərinə fikir verməlidirlər. İlkin olaraq qidalanma, yəni qidalandıqları məhsulların növü daha çox dediyim kimi şəkər tərkiblidirsə, həmin insan öz iştahını idarə edə bilməyəcək. Yeyəcək şəkərdən insulini qalxacaq. Qalxan kimi insulin elə-belə qalxmır ki, çünki şəkəri qalxır. Şəkəri qalxır, insulin qalxır. İnsulin qalxır, şəkəri salır, yenə acırsan, yenə yemək yeyirsən. Yediyin yemək nədir? Fantaziya yoxdur ki, çox gözəl, rəngarəng boşqablar hazırlayasan özünə. Nə bilim, nə yeyirsiniz? Hiç bilmirəm nə yeyirsiniz. Bulku, nə bilim xaçapuri, maçapuri, nə bilim nə, belə şeylər. Onu atdım, Dubai şokolatı, belə şeylərlə qidalanırsınız. İnsulin qalxır, düşür, qalxır, düşür. Əməlli başlı qanınızda kaçel edədilər, yuxarı aşağı. Qalxır, düşür, qalxır, düşür. Qalxanda özünüzü yaxşı hiss edirsiniz, şəkəriniz. Nə gözəl dünyadır, nə mükəmməl rənglərdir. Düşəndə də elə bir dünyanın ən bədbəxt adamısınız. Yenidən acırsınız, yenidən də bir doz şəkərə ehtiyacınız olur. Gedib həmin şəkərdən bir də yeyirsiniz, bir də xoşbəxt olursunuz. Olursunuz sonra da narkoman. Bunun asıllığı, həmin o xoş halınızın asıllısı olursunuz. Xoş halınızda nə vaxt gəlir? Şəkərdən istifadə edəndə. Ona görə də sizin şəkəriniz də düşmür, yüksək şəkərlə gəzirsiniz, halınız da düzəlmir, iştahınız da düzəlmir. Ona görə də balans. Lif, yağ və zülal. Bunların üçü iştahınızı kontrol etməkdə açar rol oynayan makronutriyentlərdir. Niyə lif deyirəm? Lifin özü də karbohidratdır. Sadəcə həzm edilməyən karbohidratlardır. Orqanizm tərəfindən həmin karbohidratlar mənimsənilə bilmir. Bağırsaqlar vasitəsilə atılır.